Salam dəyərli izləyicilər, biz Sinar TV-nin efirindən gələn sizi xoş gördük və biz bu günləri gəlmişik Şəmkir rayonunda Ağdağlar deyilən tərəfdə bir zibilxanadır da bura, əməli baş zibilxanadır. Burada gördüyünüz kimi şiferdən bir ev var, 8 nəfər insan burada yaşayır, bir ailə yaşayır və gəlmişik xalanın öz dərdini sizlərə çatdıraq, şikayətini, arzusunu çatdıraq daha doğrusu, sizlərdən yardım istəyir. Bugün xala özü təqdim eləyin. Bakıcıram, Hüseynalı qızı. Sizdən xahiş edirəm, bizə köməklik edəsiniz. Biz 8 başlı nəfər insanlar burada sığınmışıq. Külək, yağış başımıza tökülür, uçur dağılır. Nə zülümlər çəkirik, suyumuz yox, işığımızı yeni zülümlə düzəltmişik. Çox belə imkansız ailəyik. Yəni, özüm də ayağım invalid adamam, ailemi də kəsblər, vermirlər pensiyanı. Getmə zülümlərlə Parisdə işləyib 5 manat qazanan çoxlara baxıraq. Yəni, çətindir vəziyyətimiz. Bizə çatdırmasında xahiş edirəm, köməklik edəsin. Yoldaşınız rəhmən yeyib, xala. Yoldaşım da 5 ildir rəhmət. Allah rəhmət eləsin. İndi bax burada... Sağda 2 qızım var, onlar da ailəsi yola verməyib, gəlib yanıma sığınıblar, yanımdadılar. Külfətlərində. Hərəsinin 2 uşağı var. Allah köməklər olsun. Allah sizə də kömək olsun. Xala, sizin əlaqə nömrənizi yerləşdirəcəyik. Dəyərli izləyicilər, əgər kimlərin ürəyindən gəlirsə, bu xalaya əlaqə nömrəsini yerləşdirəcəyik. Adresi xala ilə danışıb gəlib, bax, həmən bu Şəmkir rayon girəcəyində Ağdağlar deyilən qırmızı petrol var da, burada yanacaq doldurma məntəqəsi. Yəni, o tərəfdən bu tuşa yaxındır. Təxmin nə qədər xala oradan bura? Hələ 300 metr təxmini. Oradan xala ilə əlaqə saxlayıb, yəni ünvanı deyib, gəlib yardımınızı göstəriblər istəyərli Azərbaycan xalqı. Yəni, həqiqətən çox pis vəziyyətdədirlər. İndi evin nəticəsini xala xahiş edirəm, yerə göstərərdiniz. Dəyərli izləyicilər baxsınlar. Yəni, dəyərli izləyicilər, bax, xahiş edirik. Biz indi sizlərdən xahiş edirik ki, biz Sinar TV komandası olaraq sizdən xahiş edirik. Bax, bu ailə dəstək durun. Gördüyünüz kimi, bax, vəziyyət belədir. Yəni, köhnə evdir, bax. Ev deyəndə, yəni, bu krişadan bir düzəlmə bir şeydə, bir daxmadır. Bu da dəmir vaqondur, xala. Xala, bax, Azərbaycan xalqı sənə eşidir, xala. Çəkinmədən, bax, xala, deyin sözdür. Xalqıma qurban olun. Yəni, qurbanınız qoyulsun. Zamanədə belə bir yaşayış, bura gün qızanda girmək olmur. Uşaq burada yata bilmir istidə. Çox istidir. Qışda da soyuq olur. Yəni, bax, bu bir qıravaxtdır. Burada bir nəvə, bir qız yatır, anası, balası. Burada barxananın tuluyub, bax, bu gördüyünüz barxanaları hamımız yerdə yatırıq. Bir belə insanlar. Bax, belə. Aynadan da zorla hava gəlir. Var, bir dənə şey aynasıdır. Görürsünüz. Bir dənə də aynadır. Havasız yer, isti, ot tökülür. İstidə burada yaşamaq çox çətindir. Dəyərli izləyicilər, həqiqətən adam soğuk. Yağışda da vallahi bax tökülür başımıza, buralardan, oralardan. Başımıza yağış möhkəm yağanda tökülür, yağış tökülür. Belə tökülür, qab qoyuruq altına, vanna qoyuruq. Aydındır. Çətindir. Sosial yardım da almışsınız da, xala. Xeyr, uşaqların heç aslında 1 manat düzəltməmişəm, yəni düzəldə bilmirəm. Sizin pensiyanız da dayanıb da. Pensiyamı da Bakıya kimi getdim, yenə də imtina vururlar, imtina vururlar. Nə ilə bağlıdır, xala? Mən həqiqətən qalıcı xəstəlikdir yazırlar bu. Ayağımda mən çürümə gedir sümüklər. Allah şəfa versin, Allah kömək olsun. Düzələs xəstəlikdir. Aydındır. Dəyərli izləyicilər, bax, xalanın dərdi çox böyük həqiqətən. İndi belə deyim də, nəbələri də, qızlar da hamısı xalanla belə yaşayırlar. Yəni, gəlib maraqlana bilərsiniz. İndi bunlar körpədir, bir təhər sığınırlar, bir-birinin içində yerdə döşənir. Bunların bəy irlənməyi var, bura nə təhər sıxsınırsın qadanıza. Xala, bax, dəyəri Azərbaycan xalqı seçdir. Buyurun, gənə öz arzunuzu çatdırın. Allah köməyiniz olsun, bizə köməklik eləyin. Bizdə heç olmasa bilək ki, bizim xalqımız, imkanlı xalqlarımız var. Allah sizə həmişə var eləsin, köməyiniz olur. Bizə köməklik istəyirik sizdə. Uşaqlar elə bilir, böyük qızımındır. 2 dənəsini də aparıb, bu rayonda kirə tutub, işinə yaxın olsun deyə, orada qalır. Böyük qızım. Ha, aydındır.
4 tane uşağı var böyük kızımın. O balaca kızımın da bir uşağı var. O da qapıda işləyir. Mən də nənələriyəm. Özüm də invalid adam gedib panikdə günü 20 manat pul alıram. Gətirirəm, onu da heç öyə gəlməmiş yolda bazarlıq edib gətirirəm. Yəni belə vəziyyətim çox ağırdır. Aydın. Mən inanıram ki, dəyərli Azərbaycan xalqı bu məhərrəmlik Beşinə qayıramıram. Bax külək dağıdır, özüm zorla qayıram. Başımıza çur tökülür, yağış tökülür. İstidir, üstüdə burada yaşamaq olmur. İlanın biri buradan çıxır, biri oradan çıxır. Uşaq belə qovub gedirəm, vəziyyət çətindir. təbii ki, Ayağının altından gedib o gün ilan uşağı. Ay Allah, Allah qucaqlasın. Ay. Allah haqqı. Gedib ilan dərmanı almışam, gətir buralara səpələmişəm ki, ay bala, saat qorxmayın. Lapatqancadır burada qovub yatıram ki, qalxım, ilan gələndə vurum. Yəni uşaqlar hər dəqiqə Allah saxlasın. Birinci sinifdə oxuyur. Mən bunu Füzuli məktəbinə taksi ilə aparıram. Buradan ora uzaqdır. Nə zülmdən Təhlükəli təbii ki. Bunu da indi bağçaya qoyası yanmış yaşır. Qoya bilmirəm. Geçsin uşaqlar heç olmasa öyrənsin bir şey. Məhrəmlik aydın. Mən inanıram ki, gözəl Azərbaycan xalqı sizə dəstək verəcəkdir. Ola bilər ki, kimsə evinə baxıb xala, orada yaşaya bilərsiniz, düzdürmü? İstəyirsiniz belə təklif olsa xala? Nə istəmək? Kimisə evinə baxasınız, həm də İmkanı var, eləsin. bax onunla bağlı buyurun, bax öz sözünü çatdırın Azərbaycan xalqından bəlkə. Kimin nə imkanı var, yəni məhlədir, şey eləmişəm. Süretə yazıblar ki, bizə məhlə verəcəklər, hələ verirlər, yenə verirlər, çağırırlar. Özüm də neçə ildir kirələrdə, indi də kiriyə pulum yox deyə gəlib bura sığınmışam. Nə vaxtdan burada yaşasınız? Və 3 ildir girmişəm. 3 ildir. Yəni 3 ildir burada şaxta, qar, soyuqda, yayda, ilan, soyun içində burada yaşasınız. Saqqallar, türkülər hamısı burada. Bir kiçik Vay. toyuğum düzən olur, götürür, aparır, gedir. Çox təhlükəli, dərzəklər. Yəni həqiqətən adam inana bilmir, yəni adama çox pis təsir edir. Şəmkir rayonunda indi yəni bu vəziyyətdə 21-ci əsrdir, yəni müasir dövrdə çox təəssüf ki, belə bir şəraitdə bir ailə yaşayır. İnanıram ki, dəyərli Azərbaycan xalqı sizə dəstək olacaq xala. Allahın izni ilə. Sağ olun. Və yenə də siz diqqətə saxlayırıq biz xala. Yenə də əlaqə saxlayacağıq. Əlaqə nömrəmizə yerləşdiririk xala ekrana. İnşallah Allah sizə yardımcı olar. Dəyərli qardaşlar, bacılar sizə dəstək olar. Sağ olun. Hələlik bugünlük bu qədər. Bizi izləməyə davam edin.